Yaxın Şərq regionunda münaqişələrin şiddətləndiyi bir vaxtda mətbuatda İsrailin baş naziri Benyamin Netanyahunun həlak olması və ya xəsarət alması ilə bağlı iddialar yayılıb. Today Press TV Oxu-Aza istinadən xəbər verir ki, İranın Tasnim xəbər agentliyi tərəfindən müxtəlif şayiələr dövrəyə buraxılsa da, The Jerusalem Post bu iddiaları sübut edəcək hər hansı bir faktın olmadığını qeyd edib. İran mediası öz xəbərini hökumət başçısının yeni kadrlarının yayılmaması, mühafizə tədbirlərinin artırılması, planlaşdırılan səfərlərin ləğvi və Fransa prezidenti Macronla aparılan danışıqlarla əsaslandırmağa çalışıb. Eyni zamanda ABŞ ordusunun sabiq zabiti Scott Ritter'in sözlərinə də istinad edilib. Lakin rəsmi səviyyədə heç bir fakt təsdiqlənməyib. Rəsmi qurumların məlumatlarına əsasən Benyamin Netanyahunun səhhətində heç bir problem yoxdur. O, martın 6-sında Beerşeva şəhərinə səfər edib və Macronla telefonla danışıb. Xinhua agentliyi də bölgədə hər hansı raket hücumu izlərinin qeydə alınmadığını açıqlayıb. The Jerusalem Post qəzeti diqqətə çatdırır ki, hərbi əməliyyatlar dövründə verilən natamam məlumatlar adətən müxtəlif sui-qəsd nəzəriyyələrinin yaranmasına rəvac verir, ancaq mötəbər informasiya mənbələri Netanyahunun həyatını itirməsi və ya xəsarət alması barədə şayiələri qətiyyən təsdiq etmir.